Oo, mehriban düşmənlər. Nə yaxşı bir yerdəsiz. Evdədir amma. Evdədirlər, evdə olmağa. Siz nə əcəb qoşalaşmısınız belə? Başa mənim qardaş deyilik. Qardaşsızsa qardaş olmağına. Amma axırıncı dəfə sizi bir yerdə nə vaxt görmüşəm, heç yadıma da gəlmir. Nə deyirsən ha? Ay, yenə gəldin üstümə. Mən də ağzımı açıb bir söz danışmayayım da. Olmaz da mənə danışma. Olmaz. Sən bu evdə söz haqqın yoxdur, başa düşdün mü? Yaxşı da Tural. Tural, mənlə danışığıma fikir ver. A fikir verməsəm nə edəsən, Sən mənə fikir verməlisən, başa düşdün? Mənlə danışanda tonumu aşağı sal. Ha mənim əsəblərimlə oynama, bu dəqiqə şillən qoyacam ağzının üstünə. Allah'ın olsun beynimi çöndərirsən ha məni. Ha mənim əsəblərimlə oynama, bu dəqiqə vurub bunlar eləyəcəm səni. Tural yaxşı da yaxşı bəsdir. Ha, mən sənə hörmət eləyirəm. Ağzını dağıtma ya. Əsəb sən mənə hörmət edirsən. Sən kimsən mənə hörmət eləyəsən? Yer geçişlə məşğul ol. Aman bırak, bak bir dəqiqə vurub. Qabırğasını qıracam mən. Bu nə tərbiyəsiz, mədəniyyətsiz, qanacaqsız adamdır, hə? Sabahın xeyir. Allah haqqı mən beləsini görməmişəm. Girib mətbəxə onu eləmə, bunu eləmə, belə pişir, elə pişir. Əsəbimdən partlayıram. Əlacım da olsa qolundan tutub sürüyüb atarım küçəyə. Qoy Tahir gəlsin. Göndərmişəm onu Turalın yanına. Qoy biraz öyrənsin nə var, nə yox. Bəlkə elə şey var ki, Tural bizə demir, amma nə deyəcək. Bəyəm. Bu səsdir. Ha? Başa düşmədim. Nə olub orada? Başa düşmədim. Sən dedim ağam. Sana dedim. Ne oldu ha? Ne sesiniz atmışsınız ha başınıza? Ha? Ne olmuş uşaqlar? Ne olmuşsun lan o? Hey, Şamram. Tural, ikiniz de sesinizi kesin, kurtarın, bas ne ayıptır. Ona da hemen işte deme, ona da. Yaxşı kurtar. Angırma, angırma, arba. Yaxşı eləyirəm, yaxşı eləyirəm. Necə eləyirəm? Nə deyəcəksən mənə? Sən mən peşman eləyirəm, sən ağzıma. Ay, yaxşı girin. Sən o səni təpiyimdən altına salar. Heç nə eləyəm məsələn. Ay, gelin gedin eve. Tural, sən ölsən deyirəm. Artıq əski danışasan, sən öl deyirəm, peşman eləyərəm. İt kimisən, açarım hər şeyi tutacağım. Sesini kes, səbrin olsun bir kiri görün. Gelin kesin eve görün. Səni Gelin. boğub öldürəsən biləsən. Basan o tərəfə də, bildin? Üzr istə məndən. Sən öl üzr istə, yoxsa hər şey deyəcəm. Bir dəqiqə. Bir dəqiqə Ambusyanı. Neyini? Sən üzr istə. İstəmirsən ki? İstəmirsən ha? İstəmir. Almaz qalar. Hop! Şamram, kes sesini, kes. Kiri, bas dedim. Kes. Ne istəyirsən məndən? El çəkin namussuzum üstümə! Almaz qalar. Turan sen yalan deyir. Çolun o sevgilisi zat değil. Bu nə deməkdir? Ha? Tural. Könül bu nə demək istəyir? Ben bilmiyorum. Tural! Sən nə şərəfsiz adamsan. Danış görün nə demək istəyirsən? Ben dediğimi dedim. Koy özü danışsın. Bir nəfər mənə izah eləyəcək? Hə? Ne istediğimi ben. Sən bilirdin ha? Bilirim. Baba. Sən kəs. Danış görüm. Gözler danışsınlar. Məni dolamısınız? Ha? Məni ələ salmısınız? Yaşar sen niye danışmırsan? Senin için maraqlı değil. Ha, bu sözden sonra ben özüme gelebilirim ki. Danış ha.
De. Mən deyə bilmərəm. Qoy özü desin. Necə yer özü desin ha? Danış. Gel buran. Gel. Gel çıkar. Ya, sak çekil. Gel biriyle hemsini hadi. Gel tez hele. Tez. Çekiyorum. Ne bilirsen hamsını danış. Ha. Ha sen gişsen, delisen, başın xarab olub səni. Dəlisən ha? Niye dedin ha? Yaşarım, ağzımdan çıxdı da. Ağzından çıktı. Nədir sen ağzına yiyə dura bilmirsən ha? Oldu da indi. Ne oldu? Oldu ne de? Mənim üstümə niyə düşürsən, nə sən? Hər şey eləyən Turaldı, mənim üstümə düşürsən. Görmürsən mən nə eləyir, rəftar eləyir, elə bir nəyəm. Ha, Tural'ın üstatma. Her şeyi zibil eləyən sənsən də. Mən niyə Yaşaram? Mən gəlib demədim ki, Turala deyilən mənlə adam kimi rəftar eləsin. Gedib heç nə demədim. Ciddiyə almışsaq məni. İndi dedin ki ciddiye alaq ha səni. Deyirəm ağzımdan çıxdı da. Ağzından çıktı. İndi neyniyək? Necə eləyik? Ha? Nə bilim, Ha bir şey fikirləşmək lazımdır. nə mənada ki? Zəhrimar mənada. Vəziyyətdən çıxmaq üçün, dedin ki, sevgili deyirlər. Mənim ağlıma heç nə gəlmir, Yaşaram. Sənin ağlına ancaq başqa şeylər gəlir də, düzdürmü? Ay Yaşaram, bəlkə mən deyim ki, əsəbləşdim, ağzımdan çıxdı. Öz dediyinə özün inanırsan, ha, heç olmasa. Hələ mətanətə bax, Elə bil Mamet gözləyirmiş ki, desin. Tapdım. Tapdım səni. Bəlkə deyim bu çox uzatdı. Ama Nədir? Bu vəziyyətdən gözləri çıxa biləcəklər ki? ben bilirdim bilirdim. Bilirdim ki nəsə var. Bilirdim. Narahat olma. İndi öyrənərik. Sen bilirdin. Neyi? Kamran bildiğini. Yok Kamran ben söz diyendi. Danıştı her şeyi. Ha, De görüm. ayıb olsunsa. Dural. Niyə? Nə etmişəm? Mən sənin hər şey gözləyərdim, amma bunu yox. Əslində sənin günahın yoxdur. Bütün günahlar hamısı məndədir. Mən sənin bütün işlərinə göz yummuşam. Yüreğim partladı Yaşar kurban olun de görüm neyini bu. Tural könülle sevgili değil. Heç olmuşlardı. Necə yəni? Tural könlünü zorluyor.
Melike. Mənə heç nə demək istəmirsən? Nə? Nə fikirləşirdin? Heç. Elə belə. Özün deyirsən, ya bunu da mən axtarım tapım. Nəyi? Məndən nəsə gizlədirsən? Qorxma. De, əsəbləşmərəm. Əslində elə bir şey deyil. Əslində Hə, danış. mən Almazgildə olanda ora bir qadın gəldi. Kim? Qızın anası. Qız kimdir? Könül də. Turalın hamilə qoyduğu qız. Dedi, bugündən mən də burada qalacağım. Yəni qızım harda, mən də orada. Biraz mübahisələr düşdü Almazla. Axırda nə oldu? Axırda Almaz razılaşdı. Sən də bunu məndən gizlədirsən. Əslində elə bir şey deyil. Məlikə, neçə illərdir məncə mənim xasiyyətimi hamıdan yaxşı sən başa düşürsən. Bunu məndən gizlətməklə heç nəyi dəyişmirsən. Əksinə, vəziyyəti daha da pisləşdirirsən. Bilirəm. Amma fikirləşdim ki, təzə razılıq vermirsən, birdən əsəbləşərsən. Yox, əsəbləşmərəm. Amma sənin məndən nə isə gizlətməyinə əsəbləşirəm. Üzülürsən. Tural. Bu hardan çıxdı başa düşmədim. Mən hər şeyi bilirəm. Kamuran mənə hər şeyi danışdı. Mən heç kimi zorlamamışam. Yalan danışma. Könül. Belə olubdu da, ha? Qorxma, düzünü de. Belə olub, ha? Düzdür. Sakit ol, ha, sakit ol. Səni harda tutsam ağzı verəcəm biləsən. Hə, get orada burada qələt elə, sonra gəl düşməyim üstümə, mənim günahkar çıxar. Kamran, bu elədiyimə görə peşman olacaqsan biləsən. Tamam, bəsdir. Sen nece adamsan? Nece kişisən? Ha? Bu boyda şerefsiz diyorlar. Senin kimi oğlum olduğuna göre utanırım. Rədd ol buradan! Gözümün qabağından cəhənnəm ol! Almaz! Almaz, sen de sakitleş. Cəhənnəm ol buradan! Cəhənnəm ol!
Sen eləmişsən. Onu belə sən eləmişsən. O sənin tərbiyəndi. Sən eləmişsən. Yaxşı, yaxşı. Yaxşı, davaş ver mənə görə. Dəyməz. Eyb yox. Belə görən bu evdə hamınız təmizsiz. Bir də mənəm günahkar. Eyb yox. Mən gedərəm, rahatlayarsınız. Sən də mənim gözümə görünmə. Səni harda tutsam ağzı yeyəcəm biləsən. Məni qorxudursan? Yox Kamran, qorxutmuram. Birbaşa üzvə deyirəm. Tural bəsdir. Çıx get. Yaxşı. Hamınız kalkın eve. Kalk. Almaz sen de kalk. Gelirim danışak. Kalk. Vatanen Hanım, siz kalın Zervat olmasın. Kalk, kalk, kalk. Gel. Kızım senden biraz danışabiliriz. Kız hanım, ben de sözümde yok seninle. Ben kalkmışsın sen danış. Hə, yaxşı. Get dincəl. Sən dayan. Mən də özümü yaxşı hiss eləmirəm. Qalxın biraz yuxarıda dincəlim. Dedim ki buraya gel. Geç otur. Böyrümü dağıdı ver. Buyur eşidirəm səni. Bu nə? Nə? Bu dediklərini soruşuram da hardan bilirsən? Eşidirəm. Bak. Yarınan vəziyyəti gördün özün. Deyirəm necə utanmırsan ha? Öz zibili örtbastı eləmək üçün uşağı görünə günə qoydun. Ya onun sana heç bir dəxliyyəti yoxdur. Mən Tural'dan danışacağım, sən narahat ol. Mən heç üçün narahat deyil. Gül kimi həyat keçirdirəm. Nədən narahatam ki? Ya sağ ol. Ha? Elə məxnən də bunu danışmaq istəyirəm də sən. Buyur. Mən yaxşı bilirəm ki, könülü sən məcbur edib bu evə göndərmisən. Bir dəqiqə dayan. Heç kəsi məcbur eləməmişəm. Könüllü sənin arvadın gətirib bu evə. Sən məni könüllü tanıtdırma. Mən könüllü yaxşı tanıyıram. Sən onun beynini yeməsəydin o belə hərəkət eləməzdi. Nə istəyirsən məndən? Getməyini. Getmirəm. Və mən sənin məqsədini başa düşə bilmirəm. Qızı nəyə göndərmişdin? Uşağa sahib çıxmaqdan ötəri, düzdür?
Mən də uşağa sahib çıxıram da. Mən sizdən ötəri hər şərait yaradım. Ev, eşik, nə ürəyiniz istəyir. Bizim üçün elə bura yaxşıdır. Nə vaxta gedəm? Elə həmişəlik. Səni başa düşə bilmirəm. Sən bu evdə qalmaq istəyirsən. Niyə də yox? Ha, sən bunu unut ağlının belə uzundan da keçmə. Hər şeyin özünün bir həddi var. Mənim də səbrimin daşan vaxtı ola bilər ha. Nə də indi mənə hədə qorxu gəlirsən? Allah eləməsin. Yox. Mən hədə qorxu zad gəlib eləmirəm. Adam kimi, insan kimi söz deyirəm. Qızını da götürüb bir evdən getməlisən. Vəssalam başqa. Layiqqi yoxdurmuş. Fikirləşərəm. Fikirləşməliyik. Heç nə yoxdur burada. Məsələn daha da böyüdür. Baxaram. Sən burada çıxartdığın oyun var ha. Ən çox mənim qızım əziyyət çəkdi bundan. Gedim görüm neymiş. Bura bax. Yəqin ki, almaz. Bu söhbəti səndən soruşacaq. Maksimum mövzudan yayınmağa çalış. Eşitdin? Yaxşı. Əssalam. Nə fərq var ya qardaş? Fərqi çoxdur. Nə deyil, hamı gedir gəlir mənim üstümə düşür. Ay ismində sənin üstə düşüb eləmir. Sadəcə bizə maraqlıdır ki, sən harda öyrənmisən bunları? Hardan bilirsən? Gör bilsən nə dəyişəcək ki? Sənlə xahiş edirəm, mən bu məsələ ilə bağlı bir də narahat eləməyin də. Bəsdirin də, bezdirdiniz. Deyən görüm hara yersən? Tural getdi, bu çıxdı. Yaxşı, yaxşı, bəsdir, qutarın. Sakitləşin. Çəkilməyəcəm. Abdullah bilsə heç yaxşı olmayacaq. O bilməyəcək, hardan biləcək? Amma bilsə bu dəfə 100% ki, qız verməyəcək. Yəni mən bu dərəcədə gözləmirdim, olsun. Sən Tural'la danışa bildin. Nə, getdim yəni. Özü belə çox normal danışdıq, belə mehriban. Amma yenə heç nə demir. Heç niyə heç nə? Əlbəttə deməyəcək. Bu uşaq gör başımıza nə oyunlar açır. Gör başımıza nə oyunlar açır. O qızı bu evə gətirməyinə heç düzəlmə. Heç. Ben hardan bileydim, hə? Hardan bileydim? Hardan bileydim ki bu işin içində belə söhbətlər var, hardan bileydim? Hardasan oğlum? Nə fərqi var? Yerini də gəlim danışaq. Sonra danışarıq. Tural. Mənim başqa yolum yox idi oğlum. Sabah danışarıq. Yaxşı. O halda deyiləm. Yaxşı. Hə, sənlə də öləm, yerini də. Yerini də gəlim danışaq da. Və yaxud da yanımda adamlar var idi, deyin üstümə gedə bilmədim, sənin. Sabah yaxşı baxarsan. Tural idi, hə? Hə, Hara gedir? əşi mən nə bilim. Onun işindən baş aşmaq olur ki, almamız. Yaxşı yadıma düşdü. Bayaqları könüllü anası ilə nə danışırdın? Mən? Hə də, dedin ki, siz qalın, nəsə dedin ona. Hə, heç nə. Dedim ki, bir hadisədir olub da. Biz qıza sahib çıxırıq. Sadəcə olaraq bu məsələ çox yerdə açılmasın da.
Nə dedi bəs? Həri. Alma sən də nahaq yer o qızı gətirdin çıxdın da evə. Nəysə. Gəl gedək evə. Mən Mətanətə dedim ki, çıxsınlar evdən. Gələk onların qalmaq üçün bir ev tapın qalsınlar da. Razılaşdı bizim. Bilmirəm, nə hə dedi, nə yox dedi. Of, Elmas. Səndən çox xahiş eləyirəm. Bir qərar verəndə mənə deyil. Bax, yoxsa bu söhbət böyüməyəcək daha. Sən demədin, getdin xəstəxanaya qızın yanına, sonra az imiş kimi getdin evlərindən götürdün, gətirdin bura. Sana lazım idi bu. Neyin yeməyə Yaşar, ha? Ortada uşaq vardı, uşaq. Hər heç bilmək olmaz bu uşaq Turalındı yoxsa yox. Sən nə danışdın ha qız? Nə bilməyə? Mən dayı bu qızı inanmıram valla. Bəlkə də bizdən istifadə eləyir. Bəlkə də uşaq heç Turalını döyür. Boş danışma ha. Kimindir be? Turalındır da. Turalın olmasaydı belə eləyərdi. En azından heç olmasa tutulmaktan qorxmazdı. Turalın deyil. Yaxşı, sən də niyə işlənirsən ki? Başa düşdüm də, ha? Bir də belə şeylər fikirləşmə. Yaxşı? Yaxşı. Yaxşı deyirsən, amma öz bildiyin eləyirsən Yaxşı deyirsən. da, yaxşı, yaxşı. Qolum, yaxşı. Gəl, Dedim gəl, yaxşı, gəl, deməli gəl, yaxşı. gəl, gəl, Yaxşı, gedək evə. Yaxşı. Görək sabah başımıza nə gəlir, gəl. O? Ne yapmış? Rahat açıldı kapı. Şkaf çekmiştim. Ha, Hardasan o bəxtən? Gəl çıx da. şeyin otağına takıldım. Sevil'in. Sötki otağı yaxşıdır. Değişir. Mama, Nədir? otaq vaxtıdır. Görmədin də aşağıda olanları. Neyini eləmişəm? Yaşar nə dedi? Şaşırt da. Nə deyir də? Az heç nə deyəcək? Bir evimdən çıxın. Sizin için başqa yerdə şərait yaradarım. Düz deyir də. Yaman düz deyir. Onun fikri bizi buradan qovmaqdır. Başa çıxmırsan hələ də. Mama, Nədir? mən Yaşara inanıram. Mən inanmıram. Mama, nə olar gəl çıxaq gedək də. Gör mənim aşağıda nələr baş verdi. Nə olsun? Bizə nə? Özləri bilərlər. Qələt eləyiblər, altından da çıxsınlar. Dilləri olaydı, ürəkli olaydılar, yerdilər. Demədilər ki, ona görə sus danışma. Mama, bax bizim məqsədimiz nə idi? Uşağa sahib çıxsın, düzdürmü? Yaşar sənə danışdı, uşağa da sahib çıxır. Çıxaq gedək də mən nahaq bu evə gəldim. Sən düz eləyib bu evə gəlmisən. Mən də düz eləyib bu evə gəlmişəm. Nə qədər ki biz bu evdəyik, o bizdən qorxur. Başa düşdün? O bizim üçün hər şey eləyəcək, sənin üçün hər şey eləyəcək. Mama, xəstəxanada dedi də, usta eləyəcək dedi. Az çox söz deyə bilər xəstəxanada. Söz xətrinə deyə bilər. İndi görsən, sıçan kimi girib deşiyə qorxusundan. Hə də hə, yaxşı mama, sən deyən. Bəli. Əsas odur ki, qəbul edir hər şeyi. Bəli. Dur çıxaq gedək də. Hələ tezdir. Niyə? Çünki mən belə başa düşürəm ki, tezdir. Başa düşdün? Mən hələ heç yerə gedə bilmərəm. Sən onun gözünün qabağında olmalısan. Belə. Hər an səni görməlidir. Başa düşdün? Ona görə sənə münasibəti dəyişə bilər yaxşı mənada. Mama, mənim fikrim onun ailəsini dağıtmaq deyil. Onsuz da bu olub. Anlamırsan sən, onsuz da bu baş verib. İkisindən biri olmalıdır. Ya bu arvadı ilə qalmalıdır, ya da səni almalıdır. Mən ona belə bir şey istəmirəm. İstəməlisən. Sabahları uşaq söhbətinin üstü açılsa nə olacaq? İndiki kimi şərait yaradacaq sənin üçün. Uşağına sahib çıxacaq, çıxmayacaq. Mən buna inanmıram. Mən istəmirəm ki, bunu qorxusundan eləsin. İstəyirəm ki, istəyərəkdən eləsin. Sən bunu başa düşmürsən. Narahat olma da. Ana yanındadır. Hər şey eləyəcəm sən üçün. Yaxşı ki varsın. Yaşar, Hə. gəlirsən yeməyə. Yox.
Turalın yanına gedirsən, ha? Deyirəm, bəlkə bu günləri Kamran işə getməsin, ha? Niye? Yaş bilmək olmaz. Yenə üz-üzə gələrlər. Tural da əsəbidir. Mübahisə eləyərlər. Kim bilir nə olacaq? Yaxşı deyərəm. Bir də Almaz. Dünən demişəm, bugün də deyirəm. Mənə deməmiş heç bir iş eləmə. Yaxşı? Estağfurullah. Yaşar, mən neynirəm ki? Bilmirəm. Sənin işindən baş açmaq olur ki. Utanmasan deyəcəksən ki, başımıza gələn bu boyda bəlaların səbəbkarı mənəm, hə? Sən hələ də dərk eləmisən ki. Sən bu işə qarışmasaydın, bu məsələ çoxdan həll olmuşdu. Ay sağ ol. Vax əzim, sən də dərk eləmirsən. Dərk eləmirsən ki, o Turalı belə qudurtmasaydın, başımıza boyda oyunları gətirməyəcəkdi. Atası belə, balası belə. Baş bitirmişəm. Krasavçık. İşətən gəlsən. Yaşar əmi gəlsin çıxıram. Mənə də parda yol üstü. Gözəllik salonuna dəyməliyəm. Hardadır ki sənin işin? Yasamalda. Ağa, yasamal hardan mənim işimə yaxındır? Yerlə göy qədər aralarında fərq var. Kamran, sən bu günə belə. Niyə? Sizin də sabahınız xeyir olsun. Sabahınız xeyir. Belə lazımdır. Hə, Turala ver. Mən iş aparıcı deyə. Kamran bugün evdə qalacaq xanım. Siz nə vaxt gedirsiniz işə? Gözləyin, mən də gedim sizlə. Mən tələsirəm. Anam bəstə. Nə var az? Yekə kişidirlər, yol üstü bir həmən bir yer apara bilmirlər. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Tabii. Maşını var. Hə, var. Parda mı? Yox. Öf. Yəni demək istəyirəm ki, mənim gedəcək yerlərim var da. Tahir aparacaq mənə. Hı? Ha, nə olar? Nə olar? Tural. Ay Tural. Tural. Burada qalmısan? Nəsə olub? Narahat qaldım, ona görə soruşuram. Niyə gedirəm də? Gələrdin bizə də, burada niyə qalırdın? Gec idi, narahat eləmək istəmədim. Sən məni narahat eləmirsən. Sən mənə heç zəng də eləmirsən. Axır vaxtlar səni ancaq işdə görürəm. İşdə də müdir-işçi münasibəti. Nərmin, halım yoxdur, sonra danışarıq da. Nə vaxt? Nərmin, biz səndən burada işçi-müdür münasibətindəyik. Başa düşdün məni? Artıq əski sual verməmə. Get çay get.
Olar. Əlbəttə buyurun. Anan gedib hə? Hə. Mənə nəsə demək istəyirsən qızım? Almaz xanım, mən bu barədə danışmaq istəmirəm. Dünən bu söhbətin açılacağını heç düşünmürdüm. Eşitdim, çox pis təsir elədi, mənə pis oldu. Neyse. Olan olub, keçən də keçib. Dur, hazırlaş, gedək, dur. Hara? Xəstəxanaya. Mən yaxşıyam. Bilirəm, yaxşısan. Amma müayinə olmaq lazımdır, dur. Ehtiyac yoxdur. Əlbəttə ehtiyacı var. Dünən o boyda stres yaşadın. Allah eləməmiş uşağa birdən bir şey olar. Dur, dur hazırlaş. Aşağıda gözləyirəm səni, yaxşı? Yaxşı, hazırlaşım gəlirəm. Yaxşı. Tural. Danışmaq lazımdır. Ehtiyac yoxdur danışmağa. Var. Geç otur. Geç. Otur. Eşidirəm. Dünən yaranan vəziyyət mənə də xoş deyil. Amma mənim başqa variantım yoxdur bala. İndi bu söhbəti mənə deməyin mənası nədir? Hı? Mənası odur ki, sən dünəndən mənə qarşı münasibətin dəyişib. Nə eləməyimi gözləyirdin? Hı? Yüzüvə gülüm. Mən mətanətlə danışmışam. Çıxıb gedəcəklər. Sən də buna inanarsan. Oğlum, indi mən bir səhv eləmişim. Nə yaxşı ki, sən varsan, yanımdasan, mənə dəstək verirsən. İndi biz bu işin axırına çıxmalıyıq. Düz deyirsən. Nə yaxşı ki, Tural var. Kimin nə zibili var, atsın mənim üstümə. Bir olmadı da. Elə rahat danışırsan, elə bil ki, mən bunu normal qarşılamalıyam. Oğlum, başqa çıxış yolu yox idi. Var idi. Söhbət açılmışkən hər şeyə etiraf eləməliydim. Nə deyir ha bu? Onsuz da əvvəl-axır bu söhbətin üstü açılacaq, yalandan uzadırsan. Sən deməsən açılmaz. Mənə görə narahat olmayı, o ağzı cırıq Kamrana görə narahat ol. Bir də o anasına görə. Onlar olan yerdə mənə ehtiyacı yoxdur. Sən bu günlərdə evə gəlmə. Niyə? Qorxursan ki, gəlib deyər, hə? Yox, ondan qorxma. Kamrana görə qorxuram ki, nəsə eləyərsən ona. Onsuz da əvvəl-axır mən o Kamranı bilirsən də Bura, bəsdir. Çətin idi səndən ötəri o Kamranla normal danışmaq. Allah olsun da, yəni bu söhbətdə də mən səhv çıxarırsansa, mənim də sənə sözüm. Ay bala, səni heç kim səhv çıxartmır. Mən səndən xahiş eləmişdim ki, Kamranla normal danış. Nəysə. Düz deyirsən, elə mən evə gəlməsəm yaxşıdır. Onsuz da lazımsız adamam mən. Tural. Eşitmisən sən məni? Hacan Rey, Hər gün hər səhər yığardım.
bilmem. Bu günlər heç hara getməmişim, evdəyim. Nə? Evdəyim də işə getməmişim. Niyə? Nə olub ki? Yo, hər şey qaydasındadır. Hə, bildim, lap yaxşı. Qulaq as. Hə, qardaşım. Hə, problem deyil. Hə, nə vaxt istəsən gəl. Nə danışırsan Kəmran? Hə, gəlməmişdən qabaq zəng elə, yaxşı? Kəmran? Alo? Hə. Xəbər elə, mənə mütləq xəbər elə. Neysən burada? Salam mama, salam, xoş gəlmisiniz. Salam qızım, necəsən? Çox sağ ol, necəsiz? Yaxşıyam, sağ ol. Solmaz otaqdadır, hə? Yox, otağında deyil, amma istəyirsiniz aparım onun yanına. Hə, əlbəttə gedək. Siz burada qalın. Birazdan gələcəm, yaxşı? Dayan. Yaxşı. Aycan məni. Mən xəstəxanadayam. Çıxanda özüm zəng vuracam sənə, yaxşı? Mən də səni. Mən də səni öpürəm də, yaxşı. Yaxşı. Hələlik. Nişanındır. Hə, Allah xoşbəxtiniz. çox sağ ol. Problemlər də qutarsaydı, həyat yoldaşım da olardı. Bağışda. Mən istəməzdim belə olsun. Əslində səndə də bir şey yoxdur. Hər halda mən olmasaydım bu problemlər də olmazdı. Əşi. Olsa sən olmasaydın da, Tural başqa bir problemlə gələcəkdi üstümüzə. Kəmran hardan bilib? Mən nə bilim, hardan bilib? Turaldan heç gözləməzdim. Elə də gözləyərdim ki. Amma günah bilirsən kimdədir? Deyə Yaşarda. Yaşar bilməsin. Nəsin? O nelər köyün böyüdən Yaşardı da. Yazıq qız. Qız yazıqdır. Amma onun anası, of. Sizdə də hələ? Bizdədirlər. Əvvəl istəyirdim ki, göndərib çıxın getsinlər. Amma sonra fikirləşirəm ki, bu hadisədən sonra gedib bizdən şikayət eləyə bilərlər. Ona görə gərək gözləyim də görüm özlərinə vaxt çıxıb gedəcəklər. Sən də niyə gətirdin evə? Sən də mənim üstümə düşmə. Gətirdim də, nə bilim. Nəysə, indi qız buradadır. Buradadır. Gətirmişəm ki, onu yoxlayasan, müayinə eləyəsən. Həm də səndən bir xahişim var. Kızım, neyinirsən? Heç. Tahirə zəng elə. De ki, ondan danışmaq istəyirəm. Nəsə olub? Yox. Zəng elə. Yığ da. Açığı Tahirlə bayaq danışdım. Dedi ki, mən özüm yığacam səni. Yığanda deyərəm. Hardadır ki? Xəstəxanada. İndi nə olub? Bilmirəm. Soruşmadım. Yaxşı. Yığanda deyərsən gəlsin bizə. Yaxşı, deyərəm.
Salam. Necəsən Tahir? Çox ol, sən necəsən? Yaxşıyam. Sən necəsən qızım? Yaxşıyam, sağ ol. Gedək yoxlanışıq. Əslində elə bir problem yox idi. Almaz xanım dedi, yoxlanmalıyam. Yox qızım. Hamiləlik onsuz da riskli vəziyyətdir. Ona görə də tez-tez yoxlanmaq lazımdır. Gedək. Girin, gedin. Ben de burada gözlüyorum. Yaxşıyam, sağ ol. Çox çəkərəm ha. Bilmirəm. Amma yəqin ki biraz çəkəcək. Nə olub ki? Mənə yazmış da. Deyir, papa görüşmək istəyir sənə. Allah axırın xeyir eləsin. Qorxuram, deyirəm birdən də sonra belə. Bəsdir sən oğlum. Sən də hər şeydən ötürü narahat olma. İndi atadı da yəqin bu son olanlardan biraz narahat olub səndən danışmaq istəyir. O da ola bilər. Yaxşı, yaxşı. Sən git işlərin davacı get danış. Mən taksi ilə gedərəm. Yaxşı? Get. Necəsən, nə olur? Belə də. Ne olub, gen evdə nəsə söhbət var? Neyse boş ver geçsin. Ha, danışmayıcıdırsa, mən bura niyə çağırmısın? Müştək danışmalıyıq. Vuraq da biraz. Məzənə nəsən, bura nədir? Vuraq bilmirsən nədir? Alkoqol da, vaxtada da. Onu deyirlər əvvəlcədən, mən də maşınsız gəlirim. Çox böyük problem deyil. Ayaq sürücü ilə gedərik də. Bədər sən iç, ürəyin boş qalsın, danışma. Azgın xarab verirsən, Neyse de davay deməyin gəlsin. Tez başladaq biraz. Bəşən, qızları çağırın. Hı? Qız sayında deyirəm, Oğlum ay olur. Çağırın. Həm çağır da, çağır görək. Amma sən də bax, burnumuzdan gətirəcəksənsə çağırın. Hayır, çağır. Çağır ama. O çağır da. Çağır kız o. İçkin de denen. Qulağa sövsələm çatmadı yazmağa. Sən bir də onların şəkillərini çək göndər də mən. Əla, əla. İnanırsan sənin atdığın şəkillərlə dolduracam bütün telefonu. Sevil. Ay Sevil. Hə? Mənim dəsmalımı qoy hamma. Gedirəm çinməyə.
Vəziyyət necədir? Şükür, yaxşıdır hər şey. Heç bir problem yoxdur. Yox, yox, hər şey qaydasındadır. Yaxşı. Qızım, nə sözü narahat hiss edirsən, hə? Hə, biraz başım buranmış. Qorxulu bir şey yoxdur. Yəqin müayinə vaxtı. Biraz həyəcanlanıb. İndi gedərik kabinetə bir stakan çay içir, hər şey düzələr. Gəl, gəl. Gəl, narahat olma, hər şey yaxşıdır. Boş ver bəs. Çox sağ ol. Necədir işlər? Yaxşıdır şükür Allah. Restoran nə vaxt açırsınız? Allah qoysa bu yaxınlarda açılmalıdır. Evdə vəziyyət necədir? Abdullah da olanlara görə mən sizdən üzr istəyirəm. Mən səni üzrxahlıq eləməyə çağırmamışam. Mən bilirəm ki, bu olanların sənə aidiyyatı yoxdur. Amma ailənə aidiyyatı var. Elədir. Ona görə də mən bir qərar verdim. İstəyirəm əvvəl sənə deyim. Aha, buyurun. İstəyirəm siz evlənəndən sonra burada qalasınız. Nə? Könül. Atam Muhammed.